neden vur başıma vur düzüme ay acı kömür gazımı düzüme ay neden vur başıma vur düzüme ay acı. Allah kəsin belə alışverişi. 3 aydır buna gətirmişəm, bir top qısa konuşam. Bu bazarla espriyə qırımdan satıb çıxaran mediya. Ve evin yuxarıda yetdim, nə işin başıma gəldi? Bu hesabda 100 manat zərərim var. Hoş geldiniz, sabah getirin. Buyurun parçalara bakın. Hacı, sözüme kulak as. İndi biz bura bazarlığa gelmemişik. Başka için uyumuşuq. Bəylər, bir özgə vaxt gələnsiniz, danışar. Müştərinin gələn vaxtı, dükkanın qabağını kəsməyin. Hacı, hamı bilir ki, sen 3 aydır üst top çit satmamsan. Biz gelmişik ki, 15 gün içerisinde sana 100 manat xeyir verək. Eğer istəmirsənsə, onu başka məsələ. Necə, 15 gündə 100 manat xeyir? Hacı, sözüme kulak as. İndi frey malı çox baha olub. Təbrizdə arşını bir Abbasiya alınan çit burada 6 şahıya satır. 2 şahı xeyir qalır. Bilirsən bunun səbəbi nədir? Çünki heç kim Arazın o tayından keçə bilmir. Əgər benim dediyi həqiqətdirsə, onda bir həftəyə xeyli pul qazanaram. Əslində, Təbrizə çatmaq, gizli yollarla Təbrizə çatmaq təhlükəlidir. Amma əldə edəcəyim gəlirdə dəyər. Həm də Əsgər bəy söz verib ki, mallarını sağ-salamat dükanıma gətirəcək. Akişi, nə edirsən? Bu yarğısağı qabağına niyə tökübsən? Səfərim var, yola çıxacağam. De görüm, hara gedəcəksən? Əsgər bəy və Heydər bəy ilə Təbrizə gedəcəyəm. Onlar məni Təbrizə gizli yollara aparacaq. Heç bir yasalı jandarm bizi görməyəcək. Buyuruy başıma xeyir. Bircə qaçaqçılıq qalmışdı, onu da edəcəksən. Dur ayağı, get dükanına, malını sat. Dükanımda mənə fayda var. Qoymazsan başımın çarəsini qılım. Akişi, başına nə gəlib çarəsini qılasan? Nə danışırsan? Daha nə olacaq? Düz 100 manat zərərim var. Boğazımdan çörək kesmir. Səni görüm boğazın elə tutulsun ki, su da ötməsin. Bu qədər pulu yığıb nə edəcəksən? Öz pulunu nə özün xərcləyirsən, nə də ailəni xərcləyirsən. 100 il ömrüm olsa,